Herkese salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Necəsiz qızlar? İnşallah hər kəsin keyfi əhval yerindədir. Bizlər də çox şükür yaxşıyıq. Axşam rutini deyə bir vlog başladıram. Sizləri salamlamaq istədim. İndi isə keçək təmizliyə. Siz isə özünüzə bir çay süzün və ya kofe hazırlayın, əyləşin ekran arxasına. Bu arada maska da edə bilərsiniz. Elə videomda 10-15 dəqiqəlikdir. Rahatlıqla baxım ilə də məşğul olmaq olar. Çox vaxt səhərlər təmizlik etsəm də, axşam təmizliyini daha çox sevirəm. Çünki səhər o tərtəmiz evə oyandıqda insana bir ayrı enerji, huzur gəlir. Həm də yoldaşımın evə gələn vaxtına yaxın təmizlik edirəm ki, o gəlib nəyisə dağınıq görəndə əsəbləşir. Çalışıram o evə gələndə artıq ev təmiz və səliqəli olsun. Əslində bu videonu çəkməkdə məqsədim o idi ki, həmişə shorts formasında paylaşdığım o axşam rutini, təmizlik, uşaqları yatızdırıb baxım etmək kimi videomun vlog formasında çəkmək istəyirdim. Amma sonlara doğru elə bir sürpriz ilə qarşılaşdım ki, hər şey yadımdan çıxdı. Ona görə də davamını gətirə bilmədim. Kaş ki belə səliqəli qala, amma uşaqlı evdə qeyri-mümkündür. Başqa vaxt heç divana çıxmayan Raul o yastıqları elə səliqəli görəndə sanki onu qaşınma tutur. Çıxır divanın üstünə hamısını bir-bir yerə atır. Yenə də biz nə deyirik, eybi yoxdur. Tək canları sağ olsun. Allah istəyən hər kəsə övlad payı qismət eləsin inşallah. Xeyirlisi. Keçən dəfə hədiyyələri də hazırlayarkən soruşmuşdunuz ki, Raulə niyə hədiyyə hazırlamadı? Düzü hələ Raul balacadır deyə şaxtavba gətirdi falan. Bunları başa düşməyəcək. Amma belə əlbəttə ki, hədiyyəsini alacağıq. Sadəcə hələ ki sevdiyi bir oyuncaq yoxdur. Hələ tam xarakteri formalaşmayıb, nəyi sevir, nəyi sevmir, tam aydın şəkildə izah etmədiyi üçün. Ona görə də belə ayrılıqda sevdiyi bir oyuncaq almamışıq. Amma inşallah onu da yeni ilə kimi hər hansısa bir oyuncaqla alıb bağlayacağam və yolkanın altına qoyacağam. Ona da sürpriz olsun. Burada da qırmızı maralı gördüyünüz kimi məndən əl çəkmir, yapışmışdı qoluma. Bu kardondan evləri özüm düzəltmişəm. Üzərindəki salfetkadan da göründüyü kimi üzərində belə salfetka yapışdırmışam. Kardon adi bir qutu idi. Sadəcə pəncərə formasında kəsib, üzərinə də ağ salfetka yapışdırmışam. Kiçik bir evlər düzəltmək istəmişdim. Ümumiyyətlə əvvəllər çox sevirdim nəsə hazırlamağı, amma bu cür əl işi ilə məşğul olanlar bilir ki, bunun üçün gərək hər gördüyünüz şeyi saxlayasan ki, birdən lazım olar ya da hər hansısa bir işimə yarayar. Bu da bir müddət sonra evdə artıq bir yığıntının yaranmasına səbəb olur. Biraz keçəndən sonra da mən də artıq yoldaşım kimi olmuşam. Bir şey görən kimi, artıq bir şey görən kimi əsəbləşirdim. Və qərara gəldim ki, əgər 2-3 ay ərzində istifadə etmədiyim şeylər görsəm, evdən çıxaracağam. Və beləcə də bu qərarımı da davam etdirməyə çalışıram hələ də. Ona görə gördüyüm bir şey olan kimi ki, artıq bunu neçə vaxt istifadə eləmirəm, evdən çıxarıram. Bu cür hobbi şeylərini də artıq çoxdandan atmışam, bir çoxlarını tullamışam ki, onsuz da vaxtım yoxdur hələ. Bir də Temudan sonra sanki belə biraz da həvəsim azalır. Nə də olsa Temuda çeşid çoxdur. Hər bir şey gözəl bir şəkildə hazırlanıb. Ona görə də evdə nəsə hazırlayanda görürəm ki, Temudakindən biraz gözəlliyi, keyfiyyəti daha azdır və artıq qərara gəlmişəm ki, elə şeylər hazırlamayım. Vaxtıma da heyfim gəlir. Elə ən yaxşısı da elə Temudan sifariş eləmək olur. Bəlkə bir çoxları məni qınayar, deyər ki, niyə insanın öz əməyi ilə hazırladığı daha gözəl olur, daha sevimli olur. Amma mən hal-hazırda o düşüncədə deyiləm. Düzdür, mən də əvvəllər çox gözəl aksesuarlar hazırlayırdım, ev dekorları hazırlayırdım, amma artıq o düşüncədən çıxmışam. Həm də dediyim kimi, evdə bir çox yerləri zəbt etdiyinə görə bu cür aksesuarlar, hər hansısa bir lazım olar deyə saxladığımız əşyalar və buna görə də bu cür hobbimdən uzaqlaşmışam. Yataq dəstindən də gördüyünüz kimi artıq yataq otağına da yeni ilə gətirmişəm. Temudan almışdım həmin o yataq dəstini. Elə qırmızılı, ağlı, maral şəkilləri ilə daha gözəlləri də var. İstəsəz kodunu da yazaram sizə. Amma alsaz göz önündə tutmalısınız ki, artıq o məhsul gələnə kimi yeni ildə bitəcək. İnşallah gələn il daha gözəl aksesuarlar falan paylaşaram sizlər üçün. Və digər otaqları da bitirib nəhayət ki, gəlib çıxdım mətbəxə. Bu ağ dolabın üzərini sonuncu dəfə shortsda göstərmişdim sizlərə. Təzə təmizləmişəm, yəni ona görə çox detallı təmizləmirəm. Tozunu və yaxud hər hansısa bir ləkə varsa onu nəmli bir bez ilə silirəm sadəcə.
Qabyandan razı olub olmadığımı soruşmuşdunuz keçən dəfə qızlar. Həmişə deyirəm ki, çox razıyam. Məndə olan Vestel firmasınındır. Arada bir istəyirəm, yəni dili olsun danışsın ki, görüm o məndən razıdır ya yox. Çünki demək olar ki, hər gün qoşuram və yəni qabların da üzərindəki ləkələri görürsüz də, yəni deməyə ehtiyac yoxdur. İstəyərdim ki, məsələn, qabyanım da deyərdi məndən razıdır ya yox. Onu qeyd eləyə bilsəydi yaxşı olardı. Belə amma tam əminliklə deyə bilərəm ki, əgər imkan varsa mütləq alın. Çox əlinizdən tutacaq, əliniz ayağınız olacaq demək olar ki. Yaxşı ki, almışıq bizdən. Və bura kimi izləmişsinizsə, deməli videom xoşunuza gəlib. Ona görə də hələ də abunə deyilsinizsə, zəhmət olmasa abunə olmağı və videonu da bəyənməyi unutmayın. Gözəl düşüncələrinizlə şərh bölməsində mənimlə bölüşə bilərsiniz. Bu statistikanı da bura əlavə eləmək istədim ki, baxın, yəni abunə olmadan izləyənlər abunə olanlardan daha çoxdur. Mən bilmirəm o 10.000 abunə hardadır, niyə izləmir? Ancaq abunə olmayanlar izləyir və abunə olmurlar. Ona görə də dəstəyiniz mənim üçün önəmlidir. Bir dənə həmin o abunə ol butonuna basmaq məncə bu qədər çətin olmamalıdır. İndidən təşəkkürümü bildirirəm. Burada nəyi təmizləyirəm deyə soruşsanız, çox detallı görsənmir, ona görə açıqlama verim. Raulun butulkalarıdır. Həmin o butulkanın içərisində uzun bir turbuçkası var. Onu da tez-tez təmizləyirəm, çünki çay içir və yaxud su içir, sok içir. Yəni rəngi dəyişir və fərqli başlıqlar da almışdım. Düzü tez-tez dəyişirəm, amma yenə də belə təmizləyirəm ki, çox qalanda da çətin təmizlənir. Elə əlimin altındaykən onu da tez təmizlədim. Və bir anda da qapı döyüldü. Əslində yoldaşım daha əvvəl evə gəlmişdi. Sadəcə dedi ki, mən gedirəm dostlarımla yəni görüşməyə. Dedim ki, hə yaxşı, onda sən get, mən də tez evi yığışdırıb uşaqları yatızdıracağam. Bir də gördüm ki, elə mən evi təmizləyərkən tez gəldi. Dedim, bəs niyə tez gəldin? Dedi, əslində heç yana getməmişdim. Belə hədiyyə almışdım sənin üçün. Maşındaydı, getdim onu gətirdim. Dekabr ayının 20-si bizim 8 ilimiz tamam olurdu. Evlilik il dönümümüz idi. Hədiyyələrini də gətirib gəlmişdi. Çox sağ olsun. Bir daha təşəkkür edirəm. Neçə vaxt belə mini parfümlər istirdim. Yadında saxlayıb və gedib alıb. Qiymətini soruşmuşdunuz post bölməsində paylaşanda. Əslində qiymətlərini bilmirəm, hardan aldığını da bilmirəm. Ona görə də yəni heç bir köməklik edə bilməyəcəm sizlərə. Üzrlü sayın. Özü də demir, yəni soruşmağıma baxmayaraq demir. Çox bəyəndim həqiqətən. Allah razı olsun. Qoxularının qalıcılığını da soruşmuşdunuz. Onu da qeyd edeyim ki, bu qədər də qalıcılığı yoxdur. Bəlkə də mən yəni istifadə etdiyim üçün hiss eləmirəm, amma qoxuları çox gözəldir. İnşallah bir iki dənəsini artıq gözaltı eləmişəm. Böyük boylarını da alacağam. Deməli qızlar, burada adlarınızı qeyd elədim. Burada deməli nəyə göstərir?
61 nəfər var. Hansı ki, bu xanımların hər biri deməli öz rəfiqəsinə paylaşım edib və həmin o xanımların rəfiqələri də xanımların şərhlərinin altına cavab yazıb. İndi qalibimizi seçəcəm. Həmin o bir qalib ki, çarx vasitəsilə seçiləcəkdi. Həmin o qalibi seçəcəm. Burada aktiv izləyicilərim də var və belə, yəni həmin o video qarşısına çıxıb qatılan yarışmacılar da, xanımlar da var. İndi isə başladıq. İnşallah layiqli olan qazansın. Və izləyicimiz Məleykə İsmailova, adı da burada düşdü. Təbrik edirəm sizi. İnşallah can sağlığı istifadə eləyərsiniz. Mənə maildə öz məlumatlarınızı yazarsınız. Çox sevindim. Bilmirəm, xanım deyəsən köhnə izləyicilərdəndir. Çox təşəkkür edirəm mənə yorum yazdığınıza görə, izlədiyinizə görə hər birinizə təşəkkür edirəm ayrı-ayrılıqda. Və qalibimizi də artıq seçdik. Digər xanımları da bilirsiniz ki, artıq 10.000 abunə olmuşam və 5 izləyicimə hədiyyə verəcəm. Əslində ümumilikdə 6 izləyicimə hədiyyə verəcəm. Çünki Çinara xanım da demişdim ki, mənə köməkliyi toxunmuşdu. Ona görə də əlavə olaraq da o xanıma da hədiyyə verəcəm. Və deməli bir qalibimiz Məleykə xanımdır, digər hədiyyənin sahibəsi Çinara xanımdır. Qalan 4 nəfəri də belə ümumilikdə yorumlardan seçəcəm. İnşallah seçib sizə bildirərəm. Artıq bilirsiniz ki, 10.000 abunə olmuşam. Bu videonu da həmin gün çəkmişəm. Yoldaşım gələrkən belə bir tort almışdı. Hələ rəqəmləri də unutmamışdı ki, 10.000 yazısını yazaq və belə bir şəkil ərsəyə gəlsin. Bu arada onu da qeyd eləmək istəyirəm ki, bu tortu heç bəyənmədim. Azadan almağına baxmayaraq, yəni sevə bilmədim bu tortu. Bilmirəm, yemisiniz ya yox. Biz ümumiyyətlə Azanın bütün tortlarını bəyənirik, amma bu nəsə heç ürəyimizcə olmadı. Amma yenə də olsun. Əsas odur, düşünməkdir. Və burada da digər seçdiyim xanımların ekran şəklini əlavə eləyəcəm bura. Ona görə də bu videonu elə sona saxlamışdım və ümidvaram ki, heç kim məndən inciməyəcək. Çünki inşallah, yəni bununla bitmir. Hər şey yoluna girsə, yanvar ayından da davam eləyəcəyik yenə hədiyyələşmələrə. Hər bir şeyin öz zamanı var. İnşallah mən də əlimdən gəldiyi qədər hər bir şeyi sizinlə paylaşmağa çalışıram. Hər zaman qeyd eləmişəm ki, məni hansı zirvəyə çıxarsanız, mənimlə birlikdə çıxacaqsınız. Mənə nə gəlsə, hər hansısa bir markalardan və yaxud da əməkdaşlıq sayəsində onu sizinlə də bölüşəcəm və bacardığım qədər bunu etməyə də çalışıram. Ona görə də səbirli olun. Əgər həqiqətən də aktiv izləyicisinizsə, yorumları yazırsınızsa, xoş sözlər yazırsınızsa, bir gün onun qarşılığını da alacaqsınız və hədiyyələri təqdim edəcəyim xanımlar da yəni qeyd eləyə bilərlər ki, fərqli tarixlərdə hər biri bizim ailəmizə qoşulub və sonda da nə oldu? Gördüyünüz kimi YouTube-da adları önə çıxdı. Hansı ki, görürsüz, orada da qeyd olunub ki, şərh sayları bəzilərini 600-dür, bəzilərində 400-500. Yəni bunlar fərqliliyi göstərir. 2 ay bundan əvvəl bir dəfə yazan xanımlar məsələn üçün təzədən gündə yazırlar. Bizə hədiyyə vermirsiniz. Bunlara artıq mənim hədiyyə verməyim düzgün çıxmır. Çünki nə də olsa məni daha əvvəldən izləyən xanımlar hələ var. Mən istəyərəm elə birinci daha doğma olan bacılarımı sevindirim. Ona görə də biraz anlayışla qarşılasanız sevinərəm. Bura kimi izlədiyinizə görə təşəkkür edirəm. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.